Salam biliyorsun qardaş. Hə, sağ ol. Mən Hə. bu şəhidin bacısı oğlum, bu evin Hə, yiyəsi. Qardaş, bu vəziyyətdə bir dəqiqə göstərə də bilərəm. göstər də, bəs mən deyirəm göstərə bilərəm də, göstər də. Bax, göstər ki, hə, danış indi, danış görüm bura haradır. Düz bir aydır bu vəziyyətdəyəm. Adı Bir ay. familiya deyil, hansı rayon, hansı kənddir, danış. Mirzəliyev Amid Qəraloğlu, Saatlı rayonu Məzrəli kəndi. Bir dənə uçuq dam tikmişəm, o da ki daxa belə bu vəziyyətdədir. Qardaş, nə baxan var, nə şikayətimizi deyəcək adam tapa bilirik. İndi su idarəsindən gəlmişdi. Gəldi bir də traktor da girənmədi. Su kanallarını çəkməyə, qazmağa. Kənd nümayəndəsi deyir başım qaçıqdır, işlərim çoxdur, gələ bilər. Evdə çatda olur. Bir aydır belə yaşayırsınız, uşaqlarla, hamınız. Bir aydır bu vəziyyətdəyik. Bir aydır bu vəziyyətdəyik. Burada yaşayırsınız da, hə? Qalırsınız evdə. Bu evin içində qalan, bəli. Evdə istəyirsiniz içini də çəkə bilərəm, evdə çəkərsiz, çəkər. Bir dəqiqə keç evin qarşısına görüm. Niyə belə su aparıb həyatınızı bazırdı? Niyə məmurlar sizə kömək edir? Kanallar vaxtında qazılmayıb. Hə. Kanallar vaxtında qazılmayıb. Hə. Bu vəziyyətdir. Hə, saxla əli görə, əli saxla görə, hə. Yəni burada yaşayırsan, neçə evladın var? Allah bir oğlum, bir qızım. Asıl olsun. 2 evladım var, özüm də bu suyun içində Saatlı rayonunun kəndin adı nə deyil? Mirzəli. Məzrəli kəndində qalırsınız. Bax bu əli saxla görə bir aydır bu belə vəziyyətdə yaşayırsınız suyun içində. Bura indi Aran rayonudur, yoxsa Venesiyadır, ay məmurlar. Bəs nə deyirlər, nə müraciətlər və nə kömək eləyirlər? Heç bir şey. Heç zəng eləyirəm, məlumat ki, belədir. Heç deyən yoxdur ki, nətər oldu deyən yoxdur. Öyle fintamda çıxıb da, o hiniyadı göstər, evin qabağını göstər görüm, evin arxasına keçməyə, arxasını bilir, su var. Evin o yol düzələri o göstər görüm. Hə, bir dəqiqə. Vay. Bəs bu evi yadı su aparır, bu zinənin içində nətər qalırsınız, qardaş, bu uşaqlar. Nə var qardaş, üstədə qalım, nətər eləyim. Vay.